Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Demək, bu günləri yenə səndən yazıb, Avat ki, Damlı Abbasov, David, yəni bunlar həbsdə olub, başqa bir şey yoxdur, eyni mahnını çalırlar. Həbsdə olub, özdə mən orada demişdim ki, həbsdə olmaq nakişlik deyil, filan deyil. Həbsdə Azərbaycan xalqının bütün o ailələrindən kimsə həbsdə olub. Siz həbsdə olan adamları aşağılaya bilmərsiniz, söyə bilmərsiniz. İndi burada biri yazıb ki, həm Müsavat gör nə yazır? Yazır ki, biz həbsdə olmaq düzdür, ayıbdır, amma dələduzluqla olmaq ayıbdır. Niyə? Siz nə bilirsiniz ki, biz həbsə necə düşmüşük? Mən hüquq müdafiəçisi kimi həbsə düşmüşəm. Toğ oğrusu kimi deyil, bəziləri kimi. At oğrusu kimi deyil, bəziləri kimi. Adını çəkmək istəmirəm, özünüz yaxşı bilirsiniz. Mən bizi sözün düzün danışdığımıza görə 20 il bundan qabaq, 20 il bundan öncə bizi düz sözümüz xoşlarına gəlməyən insanlar bizi həbsə attırdılar öz pullarının hesabına. Yəni, belə baxanda sizin kimi adamlar, bəli, məhz məni həbsə attıran müxalifətçilər olub. Müxalifətçi, məni iqtidar, hakimiyyət həbsə attırmayıb. Məni müxalifətçilər mənim haqqımda fikir formalaşdılar, orada, burada işverənlik elədilər, çox üzr istəyirəm, dırnaqçıq arasında deyirəm. Yəni, ona görə deyirəm ki, sadə insanlarımız başa düşsün nə demək istəyirəm. Məni müxalifətçilər tutturdular. Çünki mən sözün düzünü deyirdim. Onların da iç yüzünü açıb göstərirdim hamıya. Bu günləri də indi məni ağzımı açmayın. Sizə keçən səfərdə dedim. Ay kişi, siz müsavat var ha. Siz ümumiyyətlə danışa bilmərsiniz. Sizin danışmağa haqqınız yoxdur. Azərbaycan cəmiyyəti, Azərbaycan ictimaiyyəti qarşısında danışmağa sizin heç bir üzünüz yoxdur. Üzünüz yoxdur. Ona görə görsünüz nəydən danışırsınız. Filan kəslər həbsdə olub. Həbsdə olmaq ictimai adamların qəhrəmanlıq hesab olunur. İctimai siyasi adamlar dünyanın hər yerində həbsdə olur. Və o həbsdə olanlar qəhrəman sayılırlar. Siz gör nə qədər, necə adamlarsınız ki, necə bir mövqeyiniz var ki, gör hansı mövqedən çıxış edirsiniz. Cəmaət gedib, düz söz danışıb, kiminsə haqqını, hüququnu müdafiə edib, ondan ötürü hansısa deyək ki, zavod direktoru, nə bilim, icra başçı mavini, nə bilim, kim gedib, nəsə bir, kimlərsə əlaqəyə girib, hansısa bir kişini həbs attırıblar, bir il, o baş qaxıncı eləyirsə. Demək biz neynəməliydik? Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin maraqlarını, milli maraqlarını, dövləti maraqlarını satmalıydıq Sorosa, sonra gedib Sorosdan qrant layihələri götürməliydik, Azərbaycanın milli dəyərlərini, milli mənafiyini, milli hər şeyini satdığımıza görə, onda yaxşıydı. Baxın, görün də, 30 ildir QHT rəhbəriyəm. Görün, Sorosun siyasında varam mən. Yox, Sorosun siyasında kimlər var? Baxın da bir özünüzə. Soros, xalq düşmanı Soros. Azərbaycan xalqının düşmanı, Azərbaycan dövlətinin düşmanı Sorosdan kim qrant layihələri götürüb? Deyim, mənim ağzımı açmayın. Amnesty International, Freedom House Azərbaycanın qatı düşmanlarıdır. Kim idi onlara hesabat verən? Kim idi ilbəil onlara hesabat verən ki, Azərbaycanda 400 nəfər, 500 nəfər siyasi məhbus var? Mən verirdim onu. Kim verirdi? Kim? İnsanda bir sifətində abır, həya olar. Bir insanda gör nə deyirlər? Filan kəs nədir? Kazım Abbasov həbsdə olub. Yaxşı elib olub.
İndi yaxşı bildik ya, bu siyahını yazırsınız. Kazım Abbasov filan yerdə bu flanıncıl belə iş görüb, flanıncıl belə iş görüb, flanıncıl belə. Bildi yaxşı, bildi, hə, görüb, hə. Hə, sonra sən nə istəyirsən, Kazım Abbasovun başqa işləri də var. David Silverstovun. Tək həbsxanaya getməyib ki. Kiminsə yəqin ki, yaxın o ailəsində qadınlarla yaxın münasibətləri olub da, onunla görə agresiya var. Mən bilmirəm kimin. Bəlkə belə hərəkətlər olub bu David Silverstovun. Bu nədir bu? Filan kəs həbsdə olub, filan kəs həbsdə olub. Nə olsun da, nə olsun? Həbsdə olanlar, onda belə çıxır ki, dələduzluq maddəsi ilə Azərbaycanda olmasa ən azı 150-200 min adam həbsdə olub. Dələduzluq. Bu adamlara sözünüz nədir? Yoldaş Müsavat. Yoldaş Müsavat. Soruşuram. Sizin 150-200 min adam en azından 178-ci maddə ilə həbs cəza çəkən insanlar olub. Bunlara nədir sizin cavabınız? Səlim Müslümov həbsdən çıxıb nazir işləmədi. Hə? Nə qədər millət vəkili var həbsdə olmuş. Nə demək istəyirsiniz siz? Onlar hamısı pis adamlar, satqın adamlardır. Bir də gözəl göyçə insanlar sizsiniz. Hə? Azərbaycan xalqı bilmir Müsavat kimdir. Bir də Rauf Arfoğlu şəklini qoysun Facebookda, gör nələr yazırlar altından. Özünüz oxuyun da, biz yox. Bir şəklini qoysun Rauf Arfoğlu, bir də oxuyun onun altından yazıları. Nə sifətləriniz oldu sizin? Birləşdiniz, sitsuh yaratdınız, orada bir satıldınız. Nə bilim, mən azadlıq bloku yaratdınız, orada bir satıldınız, parçaladınız. Mən nə bilim, orada başladınız grant layihələri götürməyə, Azərbaycana düşman olan dövlətlərdən, Azərbaycana düşman olan qruplaşmalardan maliyyələşdiniz. İllər uzunu Azərbaycan hakimiyyətini, Azərbaycan dövlətini satmadığınız yer qalmadı. Satmadığınız. Sen kimsən ki Azad İskəndərli haqqında fikir formalaşdırmağa çalışırsan? Sen kimsən? Senin milyonların, milyardların hardandır səndə? Bizim yaşamağa evimiz yoxdur. Durub elə bir bizi də eləyirsiniz. Bu türmədə olub, bu həbsdə olub. Yaxşı eləyib olub. Həbsdə kişi olar da. Necə olmazıq həbsdə? Bizi gərək Amnesty International müdafiə eləyərdi, bizi Freedom House müdafiə eləyərdi, Soros'tan pullar götürərdik. Sonra bu keçəl kişi vardı, Amerikadan gəlirdi. Net idi, nə idi, oradan gedib grantlar götürərdik, satardıq Azərbaycanın milli maraqlarını, dövlət maraqlarını, hər yerə olardıq yaxşı adam. Gedin oturun yerinizdə, səsinizi çıxardmıyor. Azərbaycan xalqının üzünə çıxmağa sizin şeyiniz yoxdur. Çingiz Qənizadə deyir ki, Azad İskəndərini hamı tanıyır Şirvanda. Bəli, hamı tanıyır. Bəli. Ona görə də gedəndə hara gedirəm ayağa qalxır cəmaət. 2-3 dənə sizin fikirdə olanlar var, bu da onlardan başqa. Güclülər bunlarda baş çatmır. Bu boyda mətbuat da, bu dövlətin, bu boyda indi Müsavat Hüseyndir də, hansısa hakimiyyət nümayəndəsini. Yaxşı, siz əgər bu hakimiyyəti də işləyirsinizsə, sizin 5 dənə, 3 dənə sizi oxuyan var axı özünüz kimilə. Siz gör nə yazırsınız? Filan kəs həbsdə olub. Bu Kazım Abbasovun həbs olma siyahılarını çıxardınız sizə neçənci illərə. Bir səbəb qoyun da, hansı səbəbə çıxardırsınız ki, bunun lap olub, yaxşı eləyib. Demək istəyirsiniz ki, Kazım Abbasov dələduzlu, xalq ona inanmasın. Xalq Kazım Abbasova inanmasa da, sizə inanmayacaq. Sizin kresiniz atılıb. Atılıb Müsavatın kresi bir belə xalq tərəfindən.
Ha, bu ne de reketler kimi, o reket jurnalistler var idi. Bir 10 il 15 il bundan qabağa gedər. Gedirdilər, hansı qadından oturub durmuşsan, ona adın çəkib yazırdılar, reketli gelirdilər ki, səndən rüşvət al. Düşmüsünüz gəl, hansı yola, bu türmədə olub, bu türmədə olub. Sözüm var, söz danış. Sözüm var, söz danış. Argumentum var, argument koy. Kim türmədə olub, kim tuvalete gedib, kim nə bilim mən, hansı kitab oxuyub, sənə nə? Sənə nə? Hayır, o boyda neftçilərdəki, o boyda ofisdən ki, oturmuşsunuz orada, gör nə yazırsınız, filan kəs türmədə olub. Mövzu yoxdur. Mövzu yoxdur. Səhvsiz, vuruşa bilmirsiniz dilinə. Görmüsən, Çingiz deyir ki, sən mənə o verəcəm hüquq mühafizə orqanı. İşiniz budur da, işiniz budur. 70 yaşında kişi şeylə danışar, hüquq mühafizə orqanlarıyla. 70 yaşım var ay Çingiz. Özün mənə də tanıyırsan, sən də xətri istəyirəm. Hörmətim var, sən də mənə, mən də sənə, özü elə aparsın gələr, heç mənə tanımırsan sən. Bəstürün ha, yekə kişisiz adamsın. Ümumiyyətlə qutar ne bu? David Silvestrovna. Bu iş yaxşı yerə gedmir. Çünki o adam tərtəmiz, gül kimi insandır. Siz onun haqqında görün, nələr yazırsınız, nə fikirlər formalaşdırmaya çalışırsınız. Sadəcə olaraq utanıram mən, utanıram. David Silvestrov gözəl iş adamıdır. Bax, mən neçə gündür şəhid qazi ailələr var. Mən o birinci danışandan sonra mənə yazırlar ki, gələk biz onu müdafiə eləyək də. Mən qoymuram onlar ki, gəlmin, sonra cəmaat deyəcək ki, bunlar özləri qurama şeydir, cəmaatı örgədilənlər, ehtiyac yoxdur. Bəstürün yekə kişisiz adamsızlar, filan kəs türmədə olur, filan kəs türmədə. O, aşığın o mahnısının sözləri qutanda dalay ellər. Həmin şeydir. Sizin o materialı oxuyan adam görür ki, açıq şəkildə dalay eləyirsiniz. Yaxşı. Çox sağ olun, gecəniz xərə qalsın, əzimlətim. Çox üzr istəyirəm, biraz özüm infarkt keçirmiş adam, şəkər, təzyiq. Əsəbi danışmıram, yox. Heç mən onlara da əsəbim yoxdur. Nə müsavata, nə obrsa. Sadəcə olaraq adımızı hallandırırlar, bu cür yazırlar. Biz məcburuq ki, bunlara cavab verək. Çox sağ olun. Nəsə xoşunuza gəlmədisə, çıxışında, səsimin tonunda hamınızdan, hər birinizdən üzr istəyirəm. Çox sağ olun, gecəniz xeyrə qalsın.